Esselamu Aleyküm. Sizlərə havalandıran fasad barəsində bəzi detalları çatdırmaq istəyirəm. Bina daş yunu və buxar əleyhinə membranla izolyasiya edilir. Sonra kronşteynlər vurulur, T profilləri vurulur və T profillərin üzərindən də keramogranit daşlar yapışdırılır. Bunun adı ümumilikdə havalandıran fasad sistemidir ki, bu binanızı isti və soyuqdan qoruyur, həmçinin səs izolyasiyası yaradır və s. Lakin bəzən sifarişə görə çağırılarkən müştərilər bizlərə binaların üzlüyünü sadə üsulla mata ilə yapışdırılmaq təklifini irəli sürürlər. Lakin biz bunun mənfi cəhətlərini, eviyyələrini izah edirik və buradan da izah edək ki, sizlərə də məlum olsun. Birincisi, mata ilə yapışdırılarkən divar səthinə sıvaq vurulmalıdır. Hansı ki, bizim sistemdə sıvaqın fasada vurulmasına ehtiyac yoxdur. Yəni, zəruri deyil. Vurulsaz da olar, vurmasaz da olar. İkinci səbəbi isə odur ki, binada hər hansı bir qabaritin, hər hansı bir kantın və yaxud da dekorun əmələ gətirilməsi üçün biz xüsusi konstruksiyalardan istifadə edib həmin süni qabaritləri əmələ gətirə bilirik. Lakin mata ilə işləyərkən bu qabaritlərə gətirilməsi biraz çətinləşir. İkinci məqam, mata ilə işlənərkən keramogranit daşların divara yapışdırılması fəsadlı ola bilər. Nədir? Bu, isti və soyuq havalarda, xüsusən kəskin sürətlə hava dəyişimi nəticəsində, şaxtadan sonra gün çıxması və yaxud da temperaturun aşağı düşməsi nəticəsində bu daşların molekular genişlənmə və yaxud molekular sıxılma nəticəsində bu daşların atması baş verə bilər. Bu da biraz təhlükəlidir. Lakin bizim sistemdə isə bu daşlar kip şəkildə bərkidilir. T profillərin üzərinə yapışqanlarımız da ki, isti və soyuq havalar üçün nəzərdə tutulmuşdur. Həm də sadə üsulla mata ilə yapışdırılarkən binalarınız izolyasiya olunmur. Yəni, divara əl vuranda divar bumbuz olur. İçərdən də, çöldən də heç bir izolyasiya materialı olmadığına görə binalar çox soyuq olur və səs izolyasiyası da edilməmiş olur. Gələcəkdə nəmişlik, kif atma, göbələklər və s. fəsadlarla təmiriniz sıradan çıxır. Bu sistem ən əlverişli fasad sistemidir, hansı ki, düzdür. Mata ilə yapışdırılmadan biraz baha başa gəlir, lakin həmi estetik görünüş baxımından, həmi izolyasiya olunması baxımından ən əlverişli fasad sistemidir ki, biz də məhz olaraq bu işlə məşğuluq. Əgər siz də villalarınızın, binalarınızın fasadının keramogranit daşlarla üzlənməsini istəyirsinizsə, bizlərə müraciət edə bilərsiniz. İnşallah yekunda sizə gözəl şəkildə izolyasiya edilmiş və möhtəşəm görüntü ilə işlənmiş keramogranit fasadı sizlərə təhvil verə bilərik. Buyurun, səhifəmizdə nömrə qeyd olunub, bizə müraciət edə bilərsiniz, ətraflı sizə izah edə bilərik.